Uzun müddət oturmağın bel və boyuna 5 zərəri. Uzun oturmaq bel və boynu yavaş-yavaş yükləyir. Birincisi, boyun əzələləri gərgin qalır. İkincisi, beldə təzyiq artır. Üçüncüsü isə oynaqlar və qığırdaqlar əlavə yüklənir. Dördüncüsü isə hərəkətsizlik, sərtlik və tutulma yaradır. Beşincisi isə bədən quruluşu pozulur, bel boyun ağrıları daha tez-tez təkrarlanır. Ona görə gün ərzində hər 40-60 dəqiqədən bir qalxmaq, biraz gəzmək, oturuşu düzəltmək və telefona başı aşağı uzun müddət baxmamaq vacibdir. Əgər bel boyun, sinir və oynaq ağrıları sizdə tez-tez təkrarlanırsa, əlavə dəstək kimi sizə FlexiForce-u tövsiyə eləyə bilərəm. Bunun həm geli var, həm də tableti var. FlexiForce dərman deyil, bitki tərkibli qida əlavəsidir. Tərkibində kamfora, istiotlu nanə, lavanda, evkalipt yağı, həmçinin qığırdaq dəstəyi üçün qlükozamin sulfat, xondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu tərkib çəkilən nahiyədə qan dövranı yaxşılaşmağa başlayır, qığırdaq toxumasının bərpası üçün dəstək rolu oynayır, regenerasiyanı, yəni yenilənməni sürətləndirməyə yardımçı olur. Yaşla bağlı qığırdaq yeyilməsinin qarşısını alır, eyni zamanda ağrı və iltihab əlamətlərinin azalmasına, hərəkətin rahatlaşmasına dəstək olur. Geli ağrıyan nahiyyə gün ərzində 2-3 dəfə yüngül masajla çəkmək olar, tableti isə 18 yaşından yuxarılar gündə bir dəfə qəbul eləyə bilərlər. İtaliya istehsalıdır, keyfiyyətindən də əmin ola bilərsiniz, əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.